ki, bu gözəl bir məkanda dünyanın dörd bir tərəfindən yüzlərlə ölkənin nümayəndəsi bir aradadır. Bu, Azərbaycanın ilk əldə etmək istədiyi, qarşısında duran hədəf. Yəni, Azərbaycan bilirsiniz ki, mədəniyyətlərin qovşağıdır, Azərbaycan tolerant bir multikultural cəmiyyətdir və Azərbaycan dünyanın elə bir coğrafiyasında yerləşir ki, şimal, cənub, şərq, qərb yollarının mərkəzindədir. Bu, xidmətlərin, malların, insanların dörd tərəfə hərəkətini təmin etmək üçün çox gözəl bir imkandır. Və belə bir məkanda yaşayan insanların özünün xarakteri, onların dünyaya, insanlığa, mədəniyyətə, inkişafa münasibəti çox unikaldır. Və bizim çox gözəl tarixi keçmişimiz var. Biz min illərə söykənən bir tarixin sahibləriyik. Və bu gün də gələcəyə bax, bu tarixin üzərindən çox böyük, onda zəfər qazandıqdan sonra daha qürurla gələcəyə baxırıq. Və təkcə özümüzü, bu regionu deyil, dünya ictimaiyyətini, dünya ölkələrini, dünyada gedən prosesləri düşünürük. Və bütün imkanlarımızı səfərbər edərək dünyanın marağına, insanlığın rahatlığına və rifahına xidmət edən layihələr reallaşdırırıq. O layihələrdən biri budur. Azərbaycan bu qədər böyük əmək sərf edib və bu qədər səy göstərərək belə bir konfransı Azərbaycanda təşkil edir və özünüz də görürsünüz ki, həyatımızın elə bir məqamı, elə bir istiqaməti yoxdur ki, ona aid olmasın. Çünki əgər söhbət evdən gedirsə, məhəllədən, kənddən, icmadan, şəhərdən, ölkədən gedirsə, orada baş verən hər şey hər bir insanın həyatına aiddir. O baxımdan düşünürəm ki, ən böyük uduşumuz Azərbaycanın kimliyini, milli mədəniyyət dəyərlərini, insanlıq keyfiyyətlərini və insanlığa münasibətini və dövlət olaraq insanlıq qarşısında, beynəlxalq ictimaiyyət qarşısında özü könüllü şəkildə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi ilə həm də dünyaya bir örnək göstərir. Hesab edirəm ki, bu çox vacibdir. Bunu dünyanın görməsi, bilməsi, dərk etməsi, qəbul etməsi lazımdır. Biz yəni sülh quruculuğuna, insanlar arasında gözəl münasibətlərə, ölkələrin bir-birinin ərazi bütövlüyünə, haqlarına, hüquqlarına, hörmət ruhunda yaşamasını təbliğ edən bir ölkəyik. Lazımdır ki, bu ölkə öz imkanlarını səfərbər etsin və o da onu edir. Ən əsası da buna imkanı var. Buna siyasi iradəsi var, qətiyyəti var, mövqeyi var, maddi, mənəvi, insani resursları var. Baxın, bu insanlar hamısı bu məqsədə xidmət edir. Siz də bu məqsədə xidmət edirsiniz. Ona görə hesab edirəm ki, biz çox güclü və xoşbəxt xalqıq. Çox gözəl ölkəmiz var. Bizim qürurlu, qətiyyətli prezidentimiz var. Xalqın lideri var. Bu xalqın hər addımda haqqını, hüququnu qoruyan ordumuz var.